Salam uşaqlar, 16 mart 2025-ci il 9-cu siniflər üçün OTK tərəfindən keçirilmiş sınağın izahını verək. Sualların səviyyəsi normal 9-cu sinifə uyğun. Ümumiyyətlə, mən çox bəyəndim sınağı. Deyir, çoxhədlisini vuruqlara ayırın. Gəlin, x-i mötərizə xaricinə çıxardaq buradan. Alınacaq belə. Qələmin rəngini dəyişək. Alınacaq belə. X vurulsun 36 çıxılsın x-in kvadratı. Və mən bura kvadratlar fərqi üstünü tətbiq eləsəm, x vurulsun 6 çıxılsın x, 6 üstə gəlinsin x olar, cavab olacaq E variantı. 32 nömrəli suala baxaq, deyir, sıfırdan fərqli x və y həqiqi ədədləri üçün modulda x mənfi x-a bərabərdir. Modulda x nə zaman mənfi x-a bərabər olurdu? Əlbəttə ki, x sıfırdan kiçik olanda biz onun qarşısına bir dənə də mənfi qoyurduq ki, müsbət olsun. Modulda y elə y-ə bərabərsə, deməli y də müsbət ədəddir. Deməli, x mənfi, y müsbət. Deyir ki, hansı təklif doğrudur? X, y kvadratı sıfırdan kiçikdir. X-in müsbət olduğunu gördük. Mənfi olduğunu gördük. Y kvadratı onsuz da müsbətdir. Bu ifadə elə sıfırdan kiçik olacaq. Bir doğrudur. İkinciyə baxaq, görək ikincidə nədir? Deyir, x kvadratı y sıfırdan böyükdür. X mənfi ədəd olsa da, onun qüvvəti cüt dərəcə olduğu üçün bu müsbətdir. Və y də müsbətdir. Müsbəti müsbətə vuranda əlbəttə ki, müsbət alınacaq. Bir doğru, iki doğru. Elə cavabımız D variantı. Heç üçüncüyə baxmaya ehtiyac yoxdur. Digər sualımız, gəlin baxaq bu suala. Bu sual kifayət qədər maraqlı suala oxşuyur. Viet teoremi ilə yazarıq. Belə eləyərik. x1 vurulsun x2 bərabərdir 9-a. Bərabərdir 9-a. x1 üstə gəlinsin. x2 də bərabərdir nəyə? M-ə. Bitdi, getdi. Mən bu ifadənin hər iki tərəfini kvadrata yüksəldərəm. Çünki irrasionaldan azad olmaq istəyirəm. Olacaq belə. x2 böl x1 üstə gəlinsin. 2 vurulsun. x2-ni indeksdə yazmaqdan qüvvətdə yazıram. x2 2 vurulsun. Kök altında x2 bölünsün. x1 vurulsun. x1 bölünsün. x2 üstə gəlinsin. x1 böl x2 bərabərdir 16. x1-lər getdi. x2-lər getdi. Qaldı belə bir ifadə. x2 bölünsün. x1 üstə gəlinsin. x1 bölünsün. x2 bərabərdir 16 çıxılsın 2. Yəni 14. O zaman alınacaq belə. O zaman alınacaq belə. Mən bura orta məxrəc tutaram. Yaxşı bir şey almaq üçün. Orta məxrəc tutaram. Alınacaq belə. x1 vur x2. Surətdə də x2-nin kvadratı üstə gəl. x1-in kvadratı bərabərdir 14-də. Bu belə. İndi nə edəcəm? Məndə x1 ilə x2-nin cəmi vardı ya. M-ə bərabərdir deyə. Mən bunun hər iki tərəfini yenə yüksəldəcəm nəyə? Kvadrata. Alınacaq belə. x1-in kvadratı üstə gəl. x2-nin kvadratı üstə gəl. 2x1, x2 bərabərdir m-in kvadratı. O zaman x1-in kvadratı üstə gəl. x2-nin kvadratı da bərabər olacaq. M kvadratı çıxılsın 2x1, x2. Bitdi, getdi. Gətirək yerinə yazaq. Yerinə yazmazdan əvvəl elə x1, x2 vardı ya bizdə. Bunu hesablaya bilərik də. Bunu hesablaya bilərik. x1, x2-ni onsuz da mənə 9 verib. Deməli, belə olar da. x1 ilə x2-nin kvadratları cəmi olacaq. M kvadrat çıxılsın 2 vur 9, yəni 18. Aha. Alınacaq belə. Surətə gətirib yazacam bu ifadəni. M kvadratı çıxılsın 18. Məxrəcdə onsuz da köklər hasilini 9 tapmışdıq. Bərabərdir 14. M kvadratı çıx 18. Bərabərdir 14 vur 9. Birbaşa hesablayıb yazacam, eləyəcək 126. Və buradan alınacaq ki, lövhəmiz biraz dardır, üzüllü sayın.
M kvadratı bərabərdir. 126-nın üstünə 18-i gələcəm. 144. M-i elə buradan tapacam nə? 12. Amma necə 12? Plus minus, yəni müsbət mənfi 12. Cavab olacaq A variantı. Yaxşı sual idi. Belə eləyərik. Deyir, hündürlükləri 3 cm və 4 cm olan paraleloqramın kiçik tərəfi 9 cm olarsa, mən həmişə uşaqlara deyirəm ki, bu çox vacibdir. Bunu mütləq yaxşı bilmək lazımdır. Gəlin bir paraleloqram çəkək. Çəkdik. Hündürlükləri 3 və 4-dür. Yadda saxlayın. Böyük tərəfə çəkilən hündürlük həmişə olur kiçik hündürlük. Kiçik tərəfə çəkilən hündürlük olur böyük hündürlük. Yəni bu da belə. Bura 4-dür. Bura 3-dür. Kiçik tərəfi mənə neçə verib? Kiçik tərəfi 9 verib. Burada bir x-dir. Mən belə bir düstur bilirdim. Paraleloqramda A vurulsun HA bərabərdir B vurulsun HB. Həm də bu sahə düsturun eyniliyidir. O zaman olar belə. 3 vurulsun x bərabərdir. 4 vurulsun 9. Bunlar perpendikulardır. Qeyd eləyək. Buradan elə birbaşa x tapacam 12. Vaxt getməsin tez tapıram. Cavab oldu C variantı. Bu belə. Sonra deyir ki, A bölünsün B 1/4 kimdir? Deməli, A'mız 1K'dır. B'miz nədir? B'miz 4K'dır. Mənə deyir ki, A ədədi A plus B cəminin neçə faizini təşkil edər? Sadə. Surətdə yazıram 1K. Məxrəcdə də yazıram bunların cəmini. 1K üstə gəl 4K. Neçə faizini dediyi üçün vuracam 100-ə. Bitdi, getdi. Elə alınacaq 1K bölünsün 5K bərabərdir. Vur 100. İxtisarlarını aparsam 1. Qalacaq birbaşa cavab 20. Yəni C variantı. Bitdi, getdi. Bu da belə. 36 nömrəli sual. Çevrənin tənliyi ilə bağlı qəşəng bir sualdır yəqin ki. Belə. Mən açığı bu tip sualları 11-in buraxılışında gözlüyordum. Belə bir sual. Yenə də baxaq. Uşaqlar, həmişəki kimi tam kvadrat ayırmaq üsulundan istifadə edəcəm. Yəni, x kvadratı çıxılsın. Bu altını, uşaqlar, həmişə tam kvadrat ayırmaq nədir? Bu fərqin kvadratı ilə cəmin kvadratı düsturları var, ha? Baxın, bu kvadratlara gətirməlisiniz də onu. Bunlara gətirməlisiniz. Mən burada görürəm ki, x kvadratı çıx 6x deyil. Bunu yazıram belə. 2 vurulsun, x vurulsun 3. Fikir verin, düsturdakı 2 var. A var, bir dənə B də var, 3 oldu B. Deməli, çatışmayan B-nin kvadratıdır, yəni 3-ün kvadratı. Eyni şeyi bunun üçün də eləyəcəm. Yazacam belə, y kvadratı üstə gəl, 2 vur 4, vur y, daha doğrusu vur y, vur 4 yazıram, daha aydın görünsün deyə. Və üstə gəl 16, yəni 4-ün kvadratı da, yəni B-nin kvadratı. Mən özümdən 3-ün kvadratını və 4-ün kvadratını artırmışam deyə, bunları təkrarən çıxmalıyam. Çıx 3-ün kvadrat, çıx 4-ün kvadratı bərabərdir nəyə? 0-a. Və mən diqqətlə baxsam görərəm ki, bu hissə verir mənə nə? Bu hissə verir mənə x çıxılsın 3-ün kvadratı. Üstə gəl. Bu hissə isə verir, bu hissə isə verir. Y üstə gəl 4-ün kvadratını verir mənə. Y üstə gəl 4-ün kvadratını. Və burada da olur. Deməli, yaranır nə? Çıx 9, çıx 16, bərabərdir 0. Bunları da keçirsəm digər tərəfə. Elə birbaşa keçirib yazacam. Olacaq bərabərdir 3-ün kvadratı üstə gəl 4-ün kvadratı. Bu da eləyəcək 25. Və mən də bilirdim ki, məndən radiusu istəyir. Artıq çevrənin tənliyini, çevrənin belə deyək də, kanonik tənliyi formasına gətirdik. Məndən radiusu istəyir. Radius da buydu da, daha doğrusu radiusun kvadratı. R-in kvadratı 25-dirsə, R-in özü də olacaq 5. Bitdi, getdi. Tam kvadrat ayırmağı ümumiyyətlə bacarmaq lazımdır. Deyir, həcmi 64 olan kubun bir üzünün diagonalını tapın 4/2. Necə taparam? Heç kub çəkməyə ehtiyac yoxdur. Həcmi bərabərdir A kubuna, o da bərabərdir 64-ə. Deməli, A-nın özü nədir? 4-dür. Yəni, bunun tərəfi 4-dür. Bir üzünün diagonalı da, bunun bütün üzvləri axı kvadratdır. A-dır, A-dır. Onda diagonalı olacaq A kökdə 2.
Mən də A-nı 4 tapdım deyə. Diagonal da birbaşa, kvadratın diagonalda da olacaq 4 kökdə 2. Belə bir sadə bir sualdır. Bu sual da çox sadədir. Deyir ki, A-mız 1, 2, 3, 4-dür. A-nın elementləri. Mənim birləşmənin elementlərinin sayını istəyir. Gəlin yazaq. Əvvəlcə A birləşmə B-ni tapaq. Olacaq belə. 1, 2, 3, 4, 5, 6. Bitdi, getdi. Ortaq elementləri bir dəfə yazıram da uşaqlar. Məndən bu nəyini istəyir? Sayına. Neçə dənədir? 1, 2, 3, 4, 5, 6 dənə. Cavab D variantı. 39 nömrəli sual. Deyir, ABC üçbucağının medianları O nöqtəsində kəsişir. BM-in uzunluğu 12 cm. Olarsa BO parçasının uzunluğunu tapın. Uşaqlar, medianlar hansı nisbətdə bölünürdü? 2/1 nisbətində bölünürdü də kəsişmə nöqtəsində. 12-ni də elə bil ki, 3 yerə böləcəm. 12-ni böləcəm 3-ə. Olacaq nə? 4. 2/1 nisbətindədirsə BO olacaq 8, burada olacaq 4. Mənə nə istəyir? BO-nu istəyir, o da olacaqdır 8. Bu qədər sadə. 40 nömrəli sual. Bu da çox sadə bir sualdır. Çox bəsit bir sualdır. Deyir belə. X çıx 4. Mən bunu belə yazaram da. Kökdə X çıx 2. Kökdə X üstəgəl 2. Yaza bilərəm yəqin ki. Təsəvvür matüsturundan. Məxrəcdə də kökdə X çıx 2 var. İxtisarlar birbaşa getdi. Qaldı kökdə X üstəgəl 2. Kökdə X üstəgəl 2. Cavab elə A variantı. Keçək 41-ci suala. 41-ci sual bərabərsizlik. Elə intervallar üsulu ilə bunu nə etməliyəm? Həll etməliyəm. Sadə bir sualdır. Uşaqlar, gəlin bir interval quraq. Deməli, köklər hasili 45-dir. Köklərin cəmi nədir? Köklərin cəmi 14-dür. Açıq aydın görünür ki, bunun bir kökü 9-dur. Digər kökü də nədir? 5-dir. Olacaq belə də. X çıx 5, X çıx 9, kiçikdir, bərabərdir 0. Elə kiçikdir olanda, uşaqlar, daha doğrusu kiçikdir olanda X-ların əmsalları müsbətdirsə, baxın, hər ikisi müsbətdir. Birbaşa bunun cavabı elə köklərin arasıdır. Yəni 5-dən 9-a. Deyir ki, tam həlləri sayını tapın. Tam həllər sayı neçə dənə oldu? 5-dən 9-a kimdə? 5, 6, 7, 8, 9. 5 dənə. Cavab Y variantı. Bu qədər sadə. 42 nömrəli sual. Deyir ki, əkop M plus 1, M plus 2. Uşaqlar, mən görürəm ki, M plus 1 ilə M plus 2 ardıcıl ədədlərdir. Ardıcıl ədədlərdirsə qarşılıqlı sadədlər. Qarşılıqlı sadədlərsə bunların əkobu əlbəttə ki, bunların elə hasilidir. M plus 1, M plus 2. Və verib əbob M plus 3, M plus 4. Elə bunlar da qarşılıqlı sadədir. Çünki niyə görə? M plus 3 ilə M plus 4 ardıcıl ədədlərdir. Ona görə bunların əbobu 1-dir. Üstəgəl 1 bərabərdir 57. Biri yazmağı unuttum. 57. Bu da belə. Alınır n kvadratı üstəgəl 3n üstəgəl 2 plus 1 minus 57 bərabərdir 0. Və alınır belə. N kvadratı üstəgəl 3n buradan çıxılsa neçə qalır? 2 ilə 1-in cəmi 3. Nə yaxşı hesablayıram? İbtidai sinif uşaqları kimi. 54. Buradan da oldu belə. Deməli, mən nə etməliyəm? Köklər hasili -54, köklər cəmi -3 olan ədəd tapmalıyam. Elə buradan görünür ki, köklərin biri 6-dır. 6-dır, bir saniyə. Biri 6-dır, digəri -9-dur. Yəni ikimiz də nədir? -9-dur. Məndən n-i tapın deyir, uşaqlar. Söhbət natural ədədlərdən getdiyi üçün mən burada əlbəttə ki, -9-u götürməyəcəm də. 6-nı götürəcəm. N oldu 6. Çox sadə. Ehtimal sualı. Bayaqdan bunu gözləyirdim. Bir zəri 2 dəfə atdıqda, birinci dəfə 4, ikinci dəfə sadə ədəd düşməsi hadisəsinin ehtimalını tapın. Bəsit bir sualdır. Sadə bir sualdır. Belə deyək də, gəlin belə izah eləyək. Bir zəri birinci dəfə atıram. Ümumi hallar neçə dənədir? Bir zərdən gedir, bir cüt zərdən getmir söhbət. 6 dənə ümumi hal var.
Birinci dəfə 4 düşməsi ehtimalı 6-da 1-dir. Bu oldu birinci. Və ikinci dəfə. İkinci dəfə deyir, sadə ədədin düşməsi hadisəsi. Yenə də atıram. 600-dən biri düşə bilər. Ümumi hallar neçə dənədir? Yəni, mümkün hallarda, ümumi hallar deyəndə mümkün hallar. Sadə ədəddə nə düşə bilər? 2 düşə bilər, 3 düşə bilər və 5 düşə bilər. 3 dənə. Bitdi, getdi. Və ikincidə də düşmə ehtimalı 6-da 3-dür. Mənə deyir ki, belə deyək də, uşaqlar. Burada biz ehtimalları vuracağıq. Ehtimalları vuracağıq. Daha doğrusu, bəli, vuracağıq ehtimalları. Buradan qalacaq 2, buradan qalacaq 1. Bitdi, getdi. Nə eləyir bu? 6-da 1-i 2-də 1-ə vuranda 12-də 1 eləyir də. Cavab 12-də 1 C variantı. Keçdik növbəti sual. Çox çətin bir sualdır bu sual. Deyir, 8-də 3 kəsirini onluq kəsir şəklində göstərin. Çox çətin bir sualdır. Uşaqlar, 8-də 3-ü onluq kəsiri göstərmək üçün əvvəlcə məxrəci 10-a, 100-ə, 1000-ə tamamlamaq lazım idi. Yəni də belə deyək, mərtəbə vahidlərini. Mən əlbəttə ki, bunu nəyə vuracam? Bunu rəngi dəyişim. Görəyim. Bunu vuracam 125-ə, qoy 1000 olsun. Bunu da vuracam 125-ə. 125-ə. Olacaq belə. 1000-də neçə? 1000-də 375. 0,375. Bu da oldu bunun onluq kəsiri. Cavab Y variantı. Keçdik 45-ci suala. 45-ci sualı belə yazaram. Birbaşa yazacam bunu. Kökün qaydalarını tətbiq eləyəcəm uşaqlar. Baxın, mən bunu belə yazacam birbaşa. Ekran yəqin ki, yaxşı görünür də. Yazacam belə. 5 üstündə 6 və birbaşa yazacam 5-in üstündə 3. Birbaşa. 125 çıxılsın 1. Və sonra nə edəcəm? Bu biraz uzun oldu. Yəni bunu qısa çəkək, yerimiz çatsın. Sonra məxrəci də eyni 3, sonra 4 və bu kökün də dərəcəsini 5 kimi yazacam. Alınacaq belə. 3, 4, 5. 125-i yenə də yazacam 5-in kubu kimi. 5-in kubu kimi. Üstə gəlsin 1. Bu 1-i sonradan üstünə əlavə eləyərəm. Əlavə eləyərəm. Elə bir yeməyə duz tökür. Hələ ki, belə yazaq. Alınsın belə. Surətdə alınacaq 5 üstündə. Kökün qaydasını bilirsiniz yəqin ki, yoldaşlar. 5-i 6-ya nə edəcəm? Vuracam. Olacaq 5 üstündə. 30-da neçə? 30-da 3. Çıxılsın 1. Məxrəcdə də eyni şey. 5 üstündə 3 vur 4, 12. 60-da neçə? 60-da 3. Yenə də uşaqlar bu şəkildə vururuq da. Bu belə. Çıxılsın, üstə gəlsin 1 daha doğrusu. Bu alındı belə. İndi nə edəcəm? Yazıram belə. İxtisarlarımı aparıram. Buradan 1, buradan 10. Buradan 1, buradan da qaldı 20. Alındı belə. 5 üstündə 10-da 1. Çıxılsın 1. 5 üstündə 5 üstündə 20-də 1. Üstə gəlsin 1. Aha. Buradan artıq müxtəsər urmatistorunu görmək lazımdır. Mən 5 üstündə 10-da 1-i baxın belə yazaram. 5 üstündə 20-də 1-in kvadratı çıxılsın 1-in kvadratını yazıram. Və bunu da yazıram 5 üstündə 20-də 1. Üstə gəlinsin 1. Mən müxtəsər urmatistoru tətbiq eləsəm surətə. Alacam nə? 5 üstündə 20-də 1. Çıxılsın 1. 5 üstündə 20-də 1. Üstə gəlinsin 1. Və 5 üstündə 20-də 1. Üstə gəlinsin 1. İndi ixtisarlarını birbaşa aparıram buradan. İxtisarlar getdi. Qaldı nə? 5 üstündə 20-də 1. Çıxılsın 1. Və bayaq demişdim axı bu 1-i sonra əlavə eləyəcəm üstünə. Əlavə elədim. 1-lər getdi. Birbaşa qaldı 5 üstündə 20-də 1. Elə bu da nə deməkdir? 20-ci dərəcədən kök altında 5 deməkdir. Varmı belə bir cavab? C variantı. Cavab oldu C variantı. Bax bu sual 46. 46 diaqonallar verilib, rombun perimetrini istəyir. Bax həmişə deyirəm ki, bu rombun canı düsturdur da. Yəni bu rombun canıdır. Bunu bilməlisiniz. Qayda necə idi?
D1-in kvadratı üstə gəl D2-nin kvadratı bərabərdir 4A-nın kvadratına. Yəni kökdə 41-in kvadratı üstə gəl kökdə 59-un kvadratı bərabərdir 4A-nın kvadratı. 41 üstə gəlinsin 59 bərabərdir 4A-nın kvadratına və birbaşa alıram ki 4A-nın kvadratı bərabərdir 100, A kvadrat bərabərdir 25, A da bərabərdir 5-ə. Deməli, rombun tərəfi 5-dirsə, perimetri o zaman 4 vur 5 olar. Yəni 20. Bitdi, 7. Bu da belə. Sonra keçək növbəti suala. Bunu da hamı bilir, yəni açmaq qaydasını. 10A üstə gəl B bölünsün 10B üstə gəl A bərabərdir 17-də 5. 17-də 5. Və nə edəcəm? Çarpaz vuracam. Alınacaq belə. 170A üstə gəl 17B 50B üstə gəl 5A və A'ları bir yana yığaram, B'ləri bir yana. Alınacaq 170A'dan 5A'nı çıxıram, birbaşa yazacam 165A. Bu tərəfdə də 50B'dən 17-ni keçirirəm sağ tərəfə çıxıram da uşaqlar. Qaldı nə? 33B. Və mən görürəm ki, burada ixtisarlar var. Buradan 1, buradan da qalır 5. Deməli, nə olur? 5A bərabərdir 1B'yə. Deməli, A'mız elə 1 imiş. Yəni, bunun əmsalı. B'miz də budur. 5-dir. B'miz də 5-dir. Niyə görə? Müəllim, niyə görə 165 ilə 33 götürmədən uşaqlar? Axı, buradakı A ilə B rəqəm olmalıdır. Məndən A plus B cəmini istəyir. 1 üstə gəl 5, 6. Bitdi, 7. Cavabım 6. Sonra 48 nömrəli sual. Tənliklər sistemi. Topluda bu suallardan nə qədər istəsən var. Yəni, nə qədər istəsən var. Nə edərəm? Birinci tənliyi belə açaram da. 5x çıxılsın 3y. İkincində belə. 5x üstə gəl 3y bərabərdir nəyə? 19-a. Və mənə ikinci tənlikdə 5x çıx 3y-i 1 verib. Bunu 1 verib. Belə çıxır ki, 5x üstə gəl 3y elə nə imiş özü? 19 imiş də. Və 5x çıx 3y də nə idi? 1 idi. Tərəf-tərəfə toplasam, 3y-lər getdi. Qaldı 10x bərabərdir 20. X bərabərdir 2. X 2-dirsə, y-i də taparam da oradan. 5 vurulsun 2, çıxılsın 3 vurulsun y bərabərdir 1-dirsə, ondan nəyi çıxsam qalar 1, 9-u. O zaman y elə birbaşa olacaq 3. Y də 3-dür. Məndən bunların cəmini istəyir. X üstə gəl y cəmi, 2 üstə gəl 3, cavabım olacaq 5. Bu da öz yerində qalsın. Sonra, bu çətin bir sualdır, 49 deyib, bir hədliyin dərəcəsini tapın. Surətləri nə idi? Qüvvətləri toplamalıyıq, yoldaşlar. Bitdi, getdi. Yəni, 2 plus 3 plus 4. Bir hədliyin dərəcəsi. 4-dür da o elə. Aha, nə edəcək? 9. Cavab 9. Sonra, iki düz xəttin kəsişməsindən alınan bucaqların ikisinin cəmi 220 olarsa, bu bucaqlara qonşu olan bucaqların dərəcə ölçüsünü tapın. Baxın, baxaq. 2 dənə düz xətt kəsişir. Burada 4 dənə bucaq alınır. Deyir ki, alınan bucaqlardan ikisinin cəmi 220-dir. Burada bir variant var. Müəllim, bunlar qonşu ola bilərmi? Bilməz. Niyə? Qonşuların cəmi maksimum nə qədər olmalıdır? 220. Əslində ola bilər, niyə bilməsin ki? Heç buna ehtiyac yoxdur. 2 dənə düz xətt kəsişəndə avtomatik burada bir dənə 360 dərəcə yaranır. 360 dərəcə və 4 dənə bucaq yaranır. Tutaq ki, A, B, alfa, beta, gamma, bir də fi bucağı yaranır. 360. Tutaq ki, alfa ilə betanın cəmi mənə verib 220. Heç bunun bərabərliyinə filan getmirəm, ehtiyac yoxdur. Tutaq ki, bu alfadır, betadır, nə bilim, beta olmasın, çünki bu yaxşı olmayacaq. Alfadır, gammadır, məsələn, betadır,
fidir. Heç bu tərəfinə getmirəm. Buna heç ehtiyac yoxdur. Elə qamma ilə finin cəmini tapsam birbaşa hazır olur da sual. 360-dan 220-ni çıxacam, qalacaq 140 dərəcə. Cavab 140 dərəcə. Bitdi, getdi. İstər-istəməz iki düz xət kəsiləndə cəmi 360 olan bucaqlar yaranır. İkisinin cəmi 220 isə digər ikisinin də cəmi 140-dan. Məcburən digər ikisi də bunlara qonşu olur. Sonra 51. Cavab 140. Yolun gedilən hissəsinin qalan hissəsinə nisbəti 5/17-dir. 5/7-dir. Uşaqlar, bir yol çəkək. Tutaq ki, bir 5K-sı gedilib və bu 7K-sı qalıb. Buradan belə. Əlavə 6 kilometrdə getdikdə, yəni 5K-nın üstünə bir 6 da gəlsəm, əlbəttə ki, bunu 7K-dan neynəməliyəm? Çıxmalıyam da. Çünki gedilən yol artırsa, geridə qalan yol azalır. Yəni 7K-nın da 6-sını çıxacam ondan. Və bu nisbət 7/5 kimi olur. Bitdi, getdi. Nisbət olacaq 7/5 kimi. Çarpazlayaram, həll eləyərəm. Alınacaq 25K üstə gəl 30 bərabərdir 49K 42. Və alınır nə? 72 bərabərdir. 42-ni keçirdim də. Məlumlar bir yana, məhsullar bir yana. 49 çıx 25. 49K çıx 25K. Bu da nə eləyir? 24K. Alıram ki, 72 bərabərdir 24K. Avtomatik K-da nə olacaq? K-da olacaq 3. Bitdi, getdi. K-mız da 3-dür. K-mız da 3-dür. Mənə nə istəyir? Deyir ki, yolun ümumi uzunluğunu tapın. Uşaqlar, ümumən yol 12K deyildimi? 7K, 5K-da. Misalın lap əvvəlinə geçsək. Ümumən yol 12K-dırsa, K-da 3-dürsə, yolumuz olacaq nə qədər? 36 kilometrdə 12-ni 3-ə vuracam. Bu da belə. Deməli, baxaq 52-ci suala. Deyir, mərkəzi O1 nöqtəsində olan çevrə O2 nöqtəsində və radiusu 8 cm olan çevrəyə daxildən toxunur. Deməli, bu böyük çevrənin radiusu 8-dirsə, uşaqlar. Belə çıxır ki, bu böyük çevrənin radiusu bu balaca çevrənin nəymiş? Diametri. O zaman bura 4-dür, bura 4-dür. Bunun da belə bir radiusunu çəkək 8 kimi. Buradan da bir perpendikulyarlıq qoyaq. Sonra deyir ki, A nöqtəsindən böyük çevrəyə çəkilən toxunanlar arasında bucaq 60 dərəcə. 60 dərəcə görən kimi, ümumiyyətlə bu 30 dərəcə, 60 dərəcəni görəndə misaldan şübhələnin. Niyə görə? Çünki orada 30 və 60 dərəcəli bucağın xassəsi ola bilər. Gəlin biz bunları birləşdirək. Görək nə alınır. Gəlin birləşdirək. Birləşdirəndə mən görəcəm ki, aydın məsələdir. Bura o zaman 30 olacaq. Çünki həm də tənbölən olur daxı AB, AO2. Yəni, mərkəz ilə toxunanlar arasında qalan bucağı birləşdirəndə tənbölən olurdu. Və alınır ki, o zaman 30'un qarşısındakı 8-dirsə, AO2'nin özü nə qədər olacaq? AO2 hipotenusda olacaq 16. 16. Amma gəlin buradan da bir radiusu çəkək. Bu radiusu çəkək. Bu radius da 4'dür. Aha. AO2 12'dir. O zaman AO1 nə olacaq? AO1 olacaq 16 çıx 4. Yəni bu bir dənə radiusu çıxacam da. Çünki mənə, bax, indi göy rəngdə elədiyim hissə lazımdır. AO1 olacaq 12. Bitdi, getdi. Burada da bir düz bucaqlı üç bucaq yaranır. AO1 də 12'dir. Deməli, üç bucaq A, O1, B-də Pifagor yazaq. Pifagor yazaq və tapaq nəyi? AB-ni tapaq. Bitdi, getdi. AB-nin kvadratı bərabərdir 12'nin AB-nin kvadratı bərabərdir nəyə? 12'nin kvadratı üstə gəlinsin nəyin kvadratına? Üstə gəlinsin, daha doğrusu 12'nin kvadratı çıxılsın. Gəlin bunu belə yazaq da.
AB-nin kvadratı bərabərdir AO1-in kvadratı çıxılsın BO1-in kvadratı. Belə yazaq ki, başa düşsünlər. AB-nin kvadratı bərabərdir 12 çıxılsın, kvadratı çıxılsın 4-ün kvadratı. Yəni AB-nin kvadratı bərabərdir 144 çıxılsın 16. Bu da eləyəcək 128. AB də o zaman bərabərdir 8 kökdə 2-yə. Cavab 8 kökdə 2. Düşünürəm ki, səhv etməmişik. 8 kökdə 2. 53. ABC düzbucaqlı üçbucağında DY CB-yə paraleldir. Onda belə çıxır ki, elə burada 90 dərəcədir. Bu oxşarlıqdır. Görünür. AD-nin DC-yə nisbəti 3/4 kimidir. Yəni bura 3K-dır, bura 4K-dır. AB də ümumən 21-dir. Ümumən 21-dirsə, məndən BY parçasının uzunluğunu istəyir. BY-nin uzunluğunu istəyir. Gəlin tapaq. Uşaqlar, yazacam belə. Bura bir x-dırsa, deməli, BY-nin uzunluğu 21-x-dir. Üçbucaq ADY ilə oxşardır. Üçbucaq ABC, yəni böyük üçbucaq oxşardır. Çünki bunlar paraleldirsə, bura 90, bura 90. Bura bir qammadırsa, bura da bir qammadır. O zaman bu alfa da ortaq bucaqda axı, hər ikisində var. Bucaq-bucaq əlamətinə görə bunlar oxşardılar. O zaman AD-nin AB-yə nisbəti bərabərdir. Nəyin nisbəti? AY-nin AB-yə nisbətinə. Olacaq belə. AD 3K-dır. 3K-nın 4K-ya nisbəti bərabərdir. X-in 21 çıx X-a nisbəti. Çarpaz vursam 4X bərabərdir 3 vur 21 çıx 3 vur X. 7X bərabərdir 3 vur 21. Birbaşa 1. Buradan da 3 eləsən. X bərabərdir nəyə? 9-a. X 9-dursa deməli AY-miz də X idi axı. AY 9-dur. O zaman BY də 21 çıx 9 olar. Yəni 12. BY-miz də olacaq 12. Bu da belə. Sonra bu sualda nə deyir? Deyir, eni uzunluğundan 2 dəfə kiçik olan düzbucağının uzunluğunu 20% artırıb. Gəlin bir düzbucaqlı çəkək. Harada çəkək? Harada çəkək? Elə burada çəkəcəm. Harada? Burada. Gəlin bir düzbucaqlı çəkək. Bunu bir dənə sürüşdürək yuxarı. Bunu sürüşdürək yuxarı. Bunu bura qoyaq. Və nə edirəm? Eni uzunluğundan 2 dəfə böyük olan bir düzbucaqlı çəkirəm. Yəni, yoldaşlar, bura bir x-dırsa, burada bir 2x-dır. Deməli, bunun sahəsi hal-hazırda olur 2x-in kvadratı. S bərabərdir 2x-in kvadratı. Sonra deyir, uzunluğu 20% artır, eni sabit saxla. Uşaqlar, uzunluğu 20% artırmaq o deməkdir ki, 2x-in üstünə 2x-in 20%-ni gəlirəm. Yəni, o da eləyir 0,4x. Yəni, ümumən olur 2,4x. Bitdi, getdi. İndi yenidən bu birinci S1 olsun. İndi S2-ni hesablayıram. Yəni, x vurulsun 2,4x. Bu da eləyir nə qədər? 2,4x-in kvadratı. Və sahəsi deyir, nə qədər artır? 10 kvadrat metr. Belə çıxır ki, S2-dən S1-i çıxanda nə qalmalıdır? 10 kvadrat metr qalmalıdır. Yəni, olacaq belə. Mən götürsəm, 2 tam yazmağa yer qalmadı. 2,4x kvadratından 2x kvadratını çıxsam, alınacaq nə? 10. Qalır 0,4x kvadratı bərabərdir 10.
və alınır nə? X kvadratı bərabərdir 10 bölünsün 0 onda 4. Bu da eləyir belə. X kvadratı bərabərdir 25. X da bərabərdir 5-ə. Deməli, bunun eni nə qədərmiş? 5 imiş. Bu da belə. Belə bir sual. 54. Keçək 55 nömrəli sualın izahına. Deyir, y bərabərdir x kvadrat üstəgəl bx üstəgəl c funksiyası qrafiki ordinat toxunun 0,6 nöqtəsində kəsir. Yaxşı. Uşaqlar 0,6-da kəsirsə, mən demişdim, ordinatı kəsən yer elə c-dir. Deməli, c-miz nəyə bərabər imiş? 6-ya bərabər imiş. C-miz 6-dır. Təpə nöqtəsinin koordinatı 2 ilə n-dir. Deməli, n-miz 2-yə bərabərdir. O da düsturla belə idi axı. Mənfi b bölünsün, daha doğrusu b bölünsün 2a idi. B bölünsün 2a. Deməli, belə olacaq. B bölünsün 2a bərabərdir 2-yə. B bərabərdir 4a-ya. B oldu 4a. Bu qalsın bizə lazım olacaq. Və n nəyə bərabərdir? N də bərabərdir buna. 4ac çıx b kvadrat bölünsün nəyə? Elə burada da n-lə verib, misalda da n-lə verib. Olsun. 4ac çıx b kvadrat bölünsün 4a. Sadə. Getdik belə. Yazıram. N bərabərdir 4a. Mən c-nin yerinə nə yazıram? 6. B-nin yerinə nə yazıram? B-ni axı bayaq 4a tapmışdım. B-nin yerinə 4a yazanda b kvadratı olacaq 16a-nın kvadratı. Bölünsün 4a-ya. Və mən nə edəcəm? Nə edəcəm? Yazacam n bərabərdir 24a çıxılsın 16a-nın kvadratı böl 4a. Birbaşa n-i alacam nə? N-i alacam belə, ixtisarlarımı aparsam. 6a çıxılsın 4, yox, 6 çıxılsın 4a. 6 çıxılsın 4a alacam. 6 çıxılsın 4a alacam. Deməli, n 6 çıxılsın 4a-dırsa və mən də görürəm ki, a-nı da mənə nə verib? A-nı da mənə 1 verib. Çünki x kvadratın əmsalı 1-dir axı. A-nı da mənə 1 veribsə, gətirib a-nın yerinə yazacam 1-i. N bərabər olacaq 6 çıxılsın 4 vur 1. N bərabər olacaq 2-yə. Deməli, bu nöqtanın koordinatları elə 2, 2 imiş. X-ı da 2. Elə buradan belə çəksək, y-i də 2 imiş. Belə.